Belə bir düşüncə var ki, avadanlıq təmirə getdisə, apar tulla. Yəni bu çox eşitdiyim bir sözdür. Müştərilər sual verir ki, düzəl təmir olundan sonra köhnəki kimi olacaq. Mən sizə belə deyim, mən öz servisimin təmirinə cavabdehəm. Bizim servisdə təmir işləri minimum olaraq 6 ay zəmanət verilir. Detalın özünə 1 il zəmanət verilir. Yəni siz təzə televizorda alanda 1 il zəmanətlə alırsınız. Deməli, keyfiyyət yüksəkdir. O belə bir çox eşitmişəm ki, mən elektronika necə zəmanət verə bilərəm və ya tokla işləyən avadanlığa necə zəmanət vermək olar? Yəni bu o deməkdir ki, servisin özü öz təmir elədiyi avadanlığa təmirinə zəmanət verə bilmir. İstifadə elədiyi detallar hamısı üstdən çıxmalardır və yaxud da keyfiyyəti çox aşağıdır. Biz detal qoyanda, ledlər qoyanda yalnız və yalnız təzə, bazarda ən bahalısını alıb qoyuruq. Ucuzdular da var. 3-4 manat qiymət fərqi var. Onu ekonomik eləmək lazım deyil. Qaldı notebookların upgrade'ində istifadə olunan detallar. Detallar hamısı zəmanətlə alınır. Yəni Aptavoylar var ki, hansı zəmanətli mallar satır. Onlardan alırıq. Müştəriyə zəmanəti 1 il verir. SSD-ləri satanda, RAM-lara, hamısına, bütün detallara 1 il zəmanət verir. Əlbəttə ki, belə təmirin qiyməti də işinə uyğundur. Yaxşı malın qiyməti yaxşı olmalıdır. Əgər ucuz təmir elətdirib 1 il zəmanət istəyirsənsə, bu mümkün deyil. Çünki ucuz olmasının səbəbi var. Yəni, bizdə 1 il zəmanət var, istənilən avadanlığı təmir edirik.